Çevre üzərində bərabər sürət hərəkətinin artıq 3-cü mövzusundayıq. Yenə hədəfimiz odur ki, dəyişməyən bir seridir bu. Görək sona qədər gedə bilsə qəşəng olar. Test toplusundakı bütün testləri yaza bilmirik. Amma test izah edilmir burada. Burada tək izah etdiyimiz şey o testi yaza bilməyən üçün ümumiyyətcə təkcə o test yox, imtahanda qarşına çıxa bilən testləri yazmağın üçün, universitetə girməyin üçün sənə lazım olan fizika bilgisinin tam bu hissəsi. Bunu eləməyimin məqsədi, hətta vurğulayıram, yenə vurğulayıram ki, abituriyentlər imtahana məsələn atılan bir ay qalır və yaxud bir ildə qalanda da ola bilər. Özünə deyir ki, mən görürüm hansı mövzulardan boşluğum var. Birincisi, iki dənə növ var. Həm təkrar qəşəngdir, həm də ki, fizikanı öyrənmək qəşəngdir. Fizikanı öyrənmək qəşəngdir ki, fizikanı öyrənmək yaxşı yoldur məncə. Otur, ardıcıl get. Ardıcıl, yəni, o bir yerləşdirirsən ardıcıl getməyinizə, həm də ki, belə bir dənə xeyri var ki, sən atıram, getmişsən, imtahanı bir həftə qalır, bir ay qalır, belə deyim. Ya bir həftə qalır, daha qısa qalır. Özündə sual verməlisən, görüm, mənim hansı mövzulardan problemim var. İndi, məsələn, götürüb, bunu qoymalısın qarşına. Bunu qoymalısın qarşına. Deməli, sən bir-bir əlində karandaş almalısın. Görüm, hansı hissədən, yəni mündərizadın götürsən, iki hissənin qabağına, hansı başlıqları eləyə bilmirəm, hansı başlıqlardan boşluğum var, hansı başlıqlar mənə biraz qaranlıqdır. Götürsən, bu mənim də ki, məqsədim budur ki, bunları çəkim nəzər olaraq. Sən də ki, məsələn, atıram 10 dənə başlıq dedin ki, ümumi, məsələn, 144 dənə, 114 dənə başlıq var. 10 dedin ki, 10 dənəsi aydın, mənə qaranlıqdır və ya ikisini bilmirəm, falan filan. Tez girəsən, bir də o mövzunun izahına baxma, yəni mövzu izahları çoxdur. Ondan sonra gedib bir dənə qısa şəkildə buna baxarsan, hətta istəsən də buradan 1, 5, 10 falan testlərlə işləyərsən, sonda da nümunə verirəm mən, yəni nümunə lazım olan nümunələri verirəm. Hətta daha yaxşı beyində hakim olmaq üçün, həm də daha yaxşı beyində hakim olmaq üçün deneylər də göstərirəm. Həm özümü eləyəcəyim də olacaq, həm də ki, başqalarının kimi video şəkildə qoyuram da, bu da ki, məncə müstəq təsir edir. Mövzu maraqlı mövzudur, həqiqətən maraqlı mövzudur, amma adı biraz uzundur. Bunun nəfərinin qabaq şəklindən yerləşdirəcəm haqqında heç bir fikrim yoxdur. İndi mövzuya başlayaq. Birinci olaraq gedilən yol haqqında danışım ki, gedilən yol nədir? Biz çevrənin üzərində nə qədər yol gedir? Yəni, trayektoriyasının uzunluğudur. Çevrənin uzunluğudur bir sözlə, yəni rəzdən bildiğimiz çevrənin uzunluğudur. Və bunu 3 hərəkət üçündə, yəni biz nəyə baxacağıq? Birinci, yola baxacağıq. Gördüyünüz kimi burada yol, yer dəyişməsinə baxacaq. Zaten yer dəyişmədir. Bir də ki, sürət dəyişməsinin olduğuna. İndi deyə bilərsiniz ki, azını bərabər sürət dəyişməsində olur, istiqamətə dəyişir və bunda izahını verəcək. Zaten yəni xətt sürət haqqında vermişəm, niyə istiqamət dəyişir, bir də dəyişir falan filan. Amma indi burada da dəyişməsinin modulu, yəni qiyməti nəyə bərabər, nə qədər dəyişir. Bunu onu araşdıracaq. Birinci olaraq dediyim kimi, yol haqqında danışaq. Yol çevrədə gedilən yoldur. Əslində, hər zaman periodun 4/1-dən başlayacağım zaman. Amma yolu 4/4-dən başlayıram ki, yolun nə olduğunu birinci qavramaq lazım. Başlayıram periodu t bərabərdir tam period. Yəni tam bir tur fırlanmaq deməkdir. İstəyirsiniz burada ən yaxşısı qəşəng bir dənə çevirəcək ki, hər zaman əziyyət çəkir. Bəli. Periyodun tam periodu nə deməkdir? Tam periyod budur ki, A nöqtəsindən yolculuğa başladım, getdim, fırlandım, təsir gəldim A'ya. Yol o deməkdir ki, bu marafon boyunca nə qədər yol getdim? Hamımıza məlumdur ki, trayektoriyamızın uzunluğu nədir? Çevrənin uzunluğudur burada. Çevrənin uzunluğu 2π'dir. Ona görə də yol nəyə bərabər olmuş olur? Hansı yazın, hansı məşğul qallarında bilmirəm. Yolun nə oldu? L bərabərdir 2πr. Bu olur. İndi digər əlinə baxaq ki, məsələn, indi tutaq ki, mən bu qədər getmişəm. Yazım, bu qədər getmişəm. Bu nə deməkdir? Tam B nöqtəsinə qədər gəlmişəm. Bu 4/1-dir, periyodu 4/1-dir. Gördüyünüz kimi 4 hissə var. Yəni, 5-ci sinif uşağında kəsir gedən kimi. 4 hissə var, bunu biri getmişəmsə, onda mən nə qədər getmişəm? Periyodumun, yəni zamanın bərabərdir, periyodun 4/1 hissədir. Yəni, 1 bölünsün 4, t kimi yazmış olur. Buna delta t ilə yazılır. Yəni, rəzdən delta t ilə yazılır. Burada yəni bərabərlik olacaq dəyişməm. Özün məntiqini düşün. 4 dənəsinə ümumiyyətcə tamına 2πr getmişəmsə, 4/1-dən nə qədər gedərəm? 2πr bölünsün 4. Yəni 4 dəfə daha az getmiş olardı. Onun üçün uzunluğu nə olmuş olur? L bərabər olmuş olur. 2πr bölünsün 4 olmuş olur. O da nəyə bərabərdir? πr bölünsün 2. Bir də sizə deyim ki, bu mövzunu xahiş edirəm. Sadəcə məntiqi mən düşün. Əzbərləməyin. Çox adam əzbərləyir ki, 4/1-də buydu, 4/5-də buydu. Əzbərləmə. Sadəcə bunu başa düşün. Hətta o sizlər bilməsən belə bir dəqiqə olar ki, sən başa düşdün ki, nədir? 4/1-dirsə 4-ə bölməliyəm də zaten. Yəni tamamı 2πr-dirsə, yarısı yəni əslində birinci sinif şeydir. Yəni yarısı
4'də 1-də 4'dən olmalı. İndi gəl tutaq ki 2'də 1-nə getmişik. Yəni tam yarısına getmişik. Yəni periyodun 2'də 1-də. Onda C nöqtəsi gəlmiş olar. Yox, T-yə bərabər olmuş olar burada. 1 bölünsün 2T. Yəni periyodumun yarısıdır. Periyod nədir? Tam burada transformasyon keçən zamandır. Amma burada yarısıdır. Periyodun yarısına gəlmişəmsə, ümumiyyətcə tam sifrə 2 perdirsə, mən nə etmişəm? Yarısını gəlmişəmsə 2 per bölünsün 2 olmalıdır. Y bərabər olmalıdır. 2 pi r bölünsün 2. 2'lər gedər, qalar pi r. Bu qədər. İndi bu da ola bilər, bu halda bura gəlmiş, D nöqtəsini gəlmiş olun. Burada ücret 4'də 3'ün getmişəm. Gördüğünüz kimi tamamı 4'də nədir? 1, 2, 3, 4. 4'də nə eləmişəm? 3'ün getmişəm. Ona görə də yazıram bura. Delta T üzr istəyirəm. Düşməyib. 5.6 qoyub. 4'də 3, T. Onda L bərabər oldu. Tamamı 2 pi L'dir. Mən 4'də 3'ün getdiyim üçün bunu 4'də 3'ə vurmalıyam. Yəni 4'də 1'ə getmişəm deyə 4'də 1'ə böldüm. Əslində burada nə elədim? 4'də 1'ə vurdum. 4'də 1'ə vurdum. 4'də bölmək, 4'də 1'ə vurmaq yeni şeydir. Yəni ona görə buna 4'də bölürəm, vururam 3'ə. Umarım ki, bu məntiq başa düşdünüz. Onda nə edir? Bunlar gedir, 2 qalır. Gördüyünüz kimi 3 bölünsün 2 pi r. Və yaxud 1,5 pi r deyə bilərsiniz. Elə bil ki, belə mən fikrində nasıl ala bilərsiniz ki, A nöqtəsində 0 idi. A nöqtəsində 0 idi. Yəni tam sıfırlamamışdan əvvəl. A nöqtəsində ümumiyyətlə hərəkətə başlamamışdan əvvəl 0 idi. Ondan sonra mən 0,5 pi r getirdim. Gördüyünüz kimi pi r bölünsün 2, 0,5 pi r deməkdir də. Hər dəfə pi r bölünsün 2, pi r bölünsün 2 deyə artırdım. Gördüyünüz kimi buraya gəldikdən sonra nə oldu? Artırdım, oldu pi r. Bir dəfə də artırdım, 1,5 pi r, yəni yaxud 3 bölünsün 2 pi r deyə bilərik. Bir dəfə də təzədən gəlsəm nə olur? 2 pi r olmuş olur. Onu da zaten yazmışım var. Yəni xüsusi halda var, xüsusi halda qeyd edeyim ki, xüsusi halda da belə suallar var ki, deyir ki, periyodu bəs altta bölündə nəyə bərabərdir? Çox şəkildə çaşır, amma yenə də dediyimiz şey, yəni altıda 1T. Heç burada nəyə bərabər? Bunu tapır. Bunun əslində düsturu var. Yəni, mən zaten bunların da düsturunu öyrədirlər, amma mən düsturu görmürəm, təfsir görmürəm. Heç bir şey görmürəm. Əzbərləməkdir, düstur falan filan. Onlar təbii ki, lazım olan yerlər olur. Amma burada lazım deyil. Mən bilməmişəm, qara qələmlə yazdım, qara qələmlə vaxtda işlətmirəm. Bura 6'da 1'i hardasa buralara düşür. İndi deyək başlamadım, bunun nətər falan filan. Bu yer dəyişməni bu cəxana göstərir. Burada sadə, tamamlı. Yəni, bura qədər getmişəm də mən, elə deyim mi? Tamamına 2 pi r getmişəmsə, 6'da 1'dən nə əməliyəm? 2 pi r bölünsün 6 əməliyəm. Yəni, L bərabər olmuş olmalıdır. 2 pi r bölünsün 6. Bu da gedər, 3 qalar, yəni pi r bölünsün 3'ə bərabər olmuş olur. İndi keçək nəyə? Yer dəyişməyə. Mən A nöqtəsindən yenə hərəkətə başlamışam. İndi yer dəyişməyə haqqında danışmaq istəyirəm. A nöqtəsindən yenə hərəkətə başlamışam və yenə periyodun müəyyən hissələrə gedəcəm. Və artıq bildiniz ki, siz periyodun 4'də 1'ində harda oluram? B nöqtəsində oluram. Bunu bildiyiniz hər şey deyirəm. Periyodun 2'də 1'ində harda oluram? C nöqtəsində oluram. Periyodun 4'də 3'ündə harda oluram? D nöqtəsində oluram. Periyodun tamamında burada oluram. Yəni bir də mən periyod vurmuş oluram. Onun üçün yəni bir də ləkələmək istəmirəm oralarda, atmaq istəmirəm. Onun üçün sadəcə göstərsin və bu arada deyim ki, yer dəyişmə başa düşdəniz. Buna sonra sürətin dəyişmə oldu. Yoxdur eləmək, elə nəzərə ala bilərsiniz. Çünki eyni şeydirlər. Göstərəcəm ki, sadəcə hərf dəyişdirəcəyik. Amma təbii ki, məntiq də dəyişdirməli olacaq. Məntiq dəyişdirməsində izah etməyə çalışacağım. Neyniyək? Periyodun birinci 4'də 1'də baxaq. 4'də 1'də gəldik B nöqtəsi. İndi deyə bilərsən ki, yol yaxşı, asan deyildir. Yer dəyişmə tərəfi. Yer dəyişmə sadə bir riyaziyyat. Sadə bir riyaziyyat. Bura gəlmişəmsə, əvvəl buradaydım, A'daydım, B'yə gəldim. Yerimi hara dəyişdim? A'dan B'yə dəyişdim. Yer dəyişmə nəyə idi? Başlanğıcda sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Tərəfi tutduq. Bir qara qələmlə yazaq. Bax, gördüyüm kimi nədir? Bu oldu mənim S-im, S vektorum oldu. Mənim bunun ədədi qiyməti lazımdır təbii ki. Şimdi bunu biləyək. S bərabər, bunun ədədi qiyməti bərabər. Baxın dostum, bura nədir? Bura radiusdur. Çevrənin radiusudur, R hərfinə işarə edir. Və bura nədir? Bura da çevrəmizin radiusudur və buranın da R hərfinə işarə edir. Bura 90 dərəcədir deyil. Fəqat teoremine görə bilirik ki, S-in kvadratı, yəni yer dəyişmənin kvadratı bərabərdir. Buranın kvadratı, yəni R kvadratı, üstə gəl R kvadratı.
S kvadratı bərabərdir 2 R kvadratı. Mən bunu uzun uzunlasını yazdım, amma siz baxın ki, biləsiniz. Bəlkə də bu dəqiqə deyirsiniz ki, boş-boşuna yazırım. Yəni yığırsınız qabağa bəlkə də. Amma indi bunu daha yaxşı anlamanız üçün. İndi kök alsam hər tərəfdə. Bu gedər modula qədər. Yəni modulda bunun qiyməti moduldadır. Və bu da düşür kök altına. Buradan da R ilə çıxa bilər. R çıxdı. S vektoru bərabərdir. Kök altında 2 R olmuş oldu. Yəni bunu nəyə görə yazdım? Çünki bunu derivativəsində olmada eyni üstü olur. Heç mi dəyişmir? Heç mi dəyişmir? Fəlsəfəsi də dəyişmir. Ona görə də yazdım ki, qalsın buradakı riyaziyyatı zəy olanlar faydalanılsınlar. Bərabərdə nə oldu? Kök altında 2 R olmuş oldu. Periodun 4-dən bölünür. Gəlin periodun 2-də bölünə bax, daha asandır. Daha asandır. Riyaziyyat da daha asandır orada. Baxın. Bura gəlim Z nöqtəsinə. Mənə nə lazımdır? Başlanğıc sonu birləşdirim. Başlanğıc sonu birləşdirsəm bir dənə vektor almış olur. Oldu S vektorumuz. Bu olsun S vektorumuz oldu və bu S vektorun uzunluğu lazımdır bizə. Yəni demişdik ki, vektorun uzunluğu bunun ədədi qiymətidir. Bizə ədədi qiymət lazımdır. Görün yer dəyişmənin modulu nə qədərdir? Gördüyünüz kimi burada modulu yazılır. Modul nə deməkdir? Ədədi qiyməti deməkdir. Yer dəyişmənin ədədi qiyməti nəyə bərabərdir? Onlar ki, yəni gördüyünüz kimi bura radiusdur. Bura da radiusdur. R 2. Bu qədər. S bərabər olmuş nəyə? 2 gəlir. 2 dənə radius, 1 dənə radius, 2 dənə radius. Ondan sonra gəldik D nöqtəsinə. D nöqtəsində, yəni dediyim kimi, fəlsəfəsi də sadə olacaq, çünki 1 dənə eyni olacaq. D nə idi? Nöqtənin adı 4/3 T. Periodun 4/1 idi. Və bu da ki, göstərik ki sizə, S-imiz bərabər olmalıdır. Normal. Nəyə görə eyni şeydir? Çünki buradan başlanğıcdan son birləşdirsəm, bir dənə istiqamətlənmiş düz xətt parçası çəksəm, S, gördüyün ki, bura nə olmuş olur? Radius olmuş olur. Burada 90 dərəcə var. Elədiyim fəlsəfənin yenisini burada da eləyə bilərik. Gördüyünüz kimi bunlar kvadrat falan. Ona görə axırda nə qalır? Kök altında 2R. İndi gözəl bir hissə var ki, ondan fərqləndirən bir şeydir. Əgər ki, mən periyodun tam getmişəmsə, onda yer dəyişmə sıfırdır. Çünki əgər ki, trayektoriyamız qapalıdırsa, əgər qapalı deyilik, amma başlanğıc son nöqtəm eynidirsə, yer dəyişməm sıfırdır. Yerini dəyişmişim konkret. Nə olsun bir kimi tur edəmişəm. Yəni buradayımsa, buradayam, mən nə oluram, yerimi dəyişmiş oluram. Yəni əgər təzən falan bura gəldimsə, nədir? Yer dəyişməmiz olur. Bir də yenə ikisində fərq dediyim kimi yenə xüsusi hal var. 6/1 məsələsi. 6/1 burada başqa bir riyaziyyat gələcək uzaqlarla. Ona da baxmağınızı istifadə görürəm. Çünki bu var. Yəni 6/1 salınlar, çox salınlar. Sildim ki, rahat olsun. Deməli, 6/1 tədbir edəmən buralara falan düşərdi, yəqin. Düşdü buralara. Yəni, burada deyək ki, Y nöqtəsi deyək. Bura nədir? Periyodun 6/1'dir. Yəni, T bərabərdir 1/6 T olmuş oldu. Burada yer dəyişimi nəyə bərabər olmuş olur? Mən onu baxım. Birinci olaraq bunu deyim ki, ümumi çevrə 360 dərəcə. 360 dərəcə. Mən bunun 6/1'i getmişəmsə, nə olmalıdır? 366/1 nəyə bərabərdir? Yəni 360-ın 6/1 müqavimədir də. Yəni 360 ümumi çevrədirsə, bunun 6/1 olmalıdır. Və bunun 6/1 tapmaq üçün 1/6'ya vurur. Nə çıxır? Qalır 60. Demək ki, bura 60 dərəcəymiş. İndi bura radiusdursa, bura da radius olur. Bura radius, bura da radius. Və yer dəyişmə nədir? Başlanğıcdan son birləşdən istiqamətlənmiş düz xətt parçasıdır. Yer dəyişmə konkret budur. Görürük ki, burada bir üst bucaq almış olur. Bura 60'dır. İndi görürük ki, burada bərabər yanlış bucaqdır, yer. Bura 60'dırsa, bunlar eyni olmalıdır. 120 qalır. 120'ni də yarıya bölməliyəm, çünki bərabər tərəfdə üst bucaqdır. Bura qalır 60, bura qalır 60. Gördük ki, bərabər yanlış bucaq deyilmiş əslində. Həm bərabər yanlış bucaqdır, həm də bərabər tərəfi üst bucaq imiş. Bərabər tərəfi üst bucaqda tərəfdə bərabərdir adı üstündə. Demək ki, burada belə olmuş olur. Yəni, dolayısıyla ismimiz yerə bərabər olmuş olur. Bunları da ki, indi qeyd edirsiniz. Amma bunu deyim ki, əzbərləmin. Əzbərləmin, həqiqət əzbərləmin. İndi yer dəyişməyə nəyə görə diqqətlə baxın demişdim. Göz yumru çevrəni çəkim. Buradan biraz imtilik eləyərik. Çevrəmiz var. İndi nə görə sürəti belə şey eləməmişdir? Birinci olaraq sürətin dəyişməsinin modulu. Yəni, bərabər sürət demişsin, sürət dəyişmir. Sürət istiqamətə dəyişəcək. Qiymətcə bərabərdir. Yəni, qiymət hər zaman V-dir. Yəni, məsələn, nə deyək? Burada hansı istiqamətədir? Bu istiqamət olsun V. Burada hansı istiqamətədir? Bu istiqamət olsun V.
qiymətlə bərabər, istiqamətlə bərabər, qiymətlə bərabər düzür istəyirəm. İstiqamət amma dəyişir gördüyünüz kimi. Əvvəl belə idi, belədir. Əgər ki istiqamətlə dəyişirsə, dəyişir. Əsas odur dəyişir. İstiqamətlə dəyişirsə, əsas odur dəyişir. Dəyişirsə. Bunun dəyişməsi olmalıdır. O dəyişməsində qiymət olmalıdır. Görün nə qədər dəyişir bu. O dəyişməsinin qiyməti nəyə bərabərdir? Bunu deyim. Əslində yəni modda dəyişmə nə demək? Məsələn, delta B nəyə bərabər olmuş olur? Məsələn, vektor şəklində deyək də. Bir çıxılsın B2 məsələn. Ümumiyyətlə, yəni delta nə demək? Dəyişmə deməkdir. Biz də burada əslində delta tapmış olasın. Delta B tapmış olasın. Onda nə tərdir? Yəni gördüyünüz kimi vektordan çıxılmasıdır. Mən əgər vektor gətirib bundan çıxsam, dəyişmə tapmaq üçün də, gətirib bunu bura paralel köçürtməliyim. Bura gəldim, bunu paralel köçürtdüm. Elə deyək. Yəni periodun dördlərində deyək. İndi bura gəlmişəm. Bunu yazdım ki, T bərabərdir 1/4T-də. Nə olmuş olur? Yəni o vaxt danışıram, onu qeyd edirəm. Bu da normal, bu sürətlər bundan çıxmalıyım. Çıxanda nə tər olur? Gördüyünüz kimi, burada çıxanda birincindən ikinciyə doğru bir dənə istiqamətlənmiş, bir dənə xətt olur. Və bu nə olmuş olur? Delta V vektorumuz olmuş olur. Delta V vektorumuz olmuş olur. Və bunun da gözəllik budur ki, bura V-dir. Düzələm, buranın ədədi qiyməti V-dir, uzunluğu V-dir buranın. Buranın uzunluğu V-dir, buranın uzunluğu V-dir. Arada 90 dərəcə var, deyil mi? Az əvvəl dediyim şey burada da eləyəlim. Az əvvəl dediyim şey burada da eləyəlim, dostum. Nə olmuş olur? Az əvvəl nə eləmişdim? Yazmışdım ki, ümumi delta V-nin kvadratı bərabər olmuş olmalıdır. V-nin kvadratı, üstəgəl V-nin kvadratı, delta V-nin kvadratı bərabərdir. Riyaziyyatı zəv olmaq üçün belə biraz eləyəsə ki, amma elə yox. Onlar baxmışsın, mən riyaziyyatı mən eləyirəm. Delta V bərabərdir, kök altında 2V olmuş olur. Yəni, az əvvəldə yazınızda düşürsə, S bərabərdir, kök altında 2F demişdim. Eyni fəlsəfə ilə çatmışdım, yəni eyni şeydir. Və düstur görəcəksiniz, dəyişən şey nədir? Delta V-dir və V-dir. Yəni, buranın sadəcə S yerinə nə bölmüş oluruq? Bura S yerinə V bölmüş oluruq, delta V bölmüş oluruq. Burada da R yerinə V bölmüş oluruq. Dəyişən şey sadəcə budur. Yəni, delta V bərabər olduğu nəyə? Kök altında 2V. İndi gəl digər hissələrdən məsələn, izah edeyim. İndi C nöqtəsində olsam, periyodun dördlərində olar. T bərabərdir 1/2 T-də olmuş olar. Periyodun dörddə birindəyimsə, C nöqtəsindəyim. C nöqtəsində bu istiqamətədir. Bunu gətirib paralellə götürsəm, nə olmuş olar? V. Bundan da fərqi, yəni bu üsuldan istifadə etsəm, belə də uzunlasına bir dənə xətt. Bu uzunlasının xəttində uzunluğu 2V olur. Onu görə biraz tezə izah edirəm ki, çünki az əvvəlki vaxtdasa bunu başa düşmüş olacaqsınız. Az əvvəl dediyim kesinlikle video deyil. Yəni yer dəyişmə vaxtdasa sürət dəyişməsini tapıla biləsiniz. Onun üçün burada da yenə dəyişən şey yoxdur. Çünki gətirib bunu bura qoysam, yenə fakültə verməni anlaram. Ona görə də burada da biraz tez olacaq. T bərabərdir 4-də 3 T-də nə olmuş olur? Delta V bərabər olmuş olur. Kök altında 2 V-yə. Və son olaraq da tam bir dövr eləsəm, sürətimin olduğunu dəyişmədiyini göstərmək istəyirəm. Delta V bərabərdir 0. Niyə dəyişmir? Çünki əvvəllər sürətin istiqamət bura düz qarmağa çıxdı yalandır. Belə idi, elə deyilmi? İntəzə gələcək, bura yenə sürətin istiqamət belə olacaq. Dəyişən bir şey olmur. Çıxanda, yəni eyni şey olurlar da, yəni konkret olmaz. Eyni şeydirsə, çıxanda zaten qalmalıdır. Bir də var 6-da 1 deyim, ya az əvvəl dediyimiz 6-da 1. 6-da 1-də də yəni bir də çəkib riyaziyyat şərtlər var burada. Bugün bir riyaziyyat yetər deyirəm. Və ondakı göstərmiş oluram. Artıq əzbərləmədiniz. Başa düşdünüzsə, məncə mənə haqq vermiş olasınız. Ki, bir tez yazmalım. Və də bərabər olmuş olacaq V-yə sadəcə. Yəni, bu qədər. Bugünkü mövzumuz bu qədərdir. Görüm indi qəşəng misallar varsa, misallarda eləyək. Ki, biriniz daha yaxşı tutsun. Misalları və gözümdən keçirdim. Düz saat haqqında çox sual var. Saatını da biraz izah edəcəm. Yəni, saatdakı normal bildiyimiz şeylərdir. Sadəcə biraz məntiq işlətməlisiniz. Yəni, o məntiqi də bəzi insanlar işlədə bilmir. Ona görə də onu deyərəm, daha yaxşı tez yadlarında qalar. Əzbərləməzlər. İndi bəzi suallar var, təbii ki, o bəzi sualları işləmək istəyirəm. Məsələn, 23 sual baxıram elə. İlk maddə nöqtə 2,1 metr/saniyə sürətlə, yəni V nəyə bərabərdir? 2,1 metr/saniyə sürətlə nə edir? Çevrə üzərində bərabər sürətlə hərəkət edir. Periyodun yarısına bərabər müddətdə onun yer dəyişməsinə görə orta sürətini hesablayın.
İndi biraz orta sürət alanı qalmış keçin dəfə kimi özünüzdə o düsturu əzbərləmişdim. İndi bura gəldim. Burada əzbərlədiyim düstur yoxdur. Bu sual deyə bilərsən, amma mən orta sürət haqqında bunu deyim ki, orta sürət yer dəyişməsini görə istəyirsə, verilən yer dəyişməni, V orta, yer dəyişməni, böl zamanı, nə qədər zaman gedirsə, ümumi yer dəyişməni, ümumiyyətli yer dəyişməni, böl zamanı tapasın, eləyəsin tapasın. İndi budur, yəni yer dəyişmə görə orta sürətini hesablayır. Bunu tapasın. Bizə əslində bunu istəyir, bu tələb olunur. İndi burada nə tələb edəcəyik, bunu göstərim. Periodun yarısına bərabər olan müddətdə. Demək ki, T-nəyə bərabər imiş, 1 bölünsün T-ymiş. Şeydir, yarısına bərabər olan müddətdə deyirsə, 1 bölünsün T üzrü istəyirəm. 1 bölünsün 2 olsun T. Mən niyə bilməm. Ona gətirib buranın yerinə qoymalıyıq. İndi periodun yarısına müddətdə biz az əvvəl dedik ki, yer dəyişmə əldə olur. Az əvvəl dedim ki, yer dəyişməm radiusdursa bura, yerdirsə və mən buradayamsa, əvvəl buradaydım, gəldim bura, yer dəyişmə nə qədər oldu? 2 yer olmuş oldu. 2 yer olmuş oldu. Gəl bunları nəzərə alıram. Nəzərə alsın. 2 yer bölünsün. Nə olmuş olur? 2 2-dən bir üzr istəyirəm. 1 bölünsün 2 T olmuş olur. Başqa nə eləmiş olaram? T-nin yerinə bir dənə düsturunu yazaram. Ümumiyyətlə V-nin bir düsturu var idi ki, 2 pi R, bunu az əvvəlki dərsdə dedim, bölünsün T. Burada T nəyə bərabər olmuş olur? Sizdən 2 pi R bölünsün nə? V olmuş olur. Yəni yerlərini dəyişdirəndə T haqqında düstur almış olurum. Bunda radiuslar nə edir? Gedir. 2-lər buradan gedir. Yuxarı nə qalır? 2 V bölünsün pi kimi bir şey qalır. İndi pi nəyə bərabərdir? P-nin qiymətini 3 verilir. 3 yazıram. V-nin qiyməti 2,1 idi. Bunu aparır. Burada qalır nə? 0,7, 0,7'nin 2'ye vuranda da 1,4 metre bölünsün saniye kimi bir şey var mı? Var. Bir de 24. suala baxaq. Ondan sonra da saniye haqqında tez danışım, zaman haqqında danışım. Ondan sonra artıq dayandıraq. Zaten derste işlediğim sual zaman hakkındadır. Hayır, zaman hakkında değil. Ama zaman hakkında da bir sual işləyərəm. Zaman hakkında da bir sual işləyərəm. Aslında sadə deyil. Yəni tək təsadüf. Görüm dərsiniz ki, bunu nə görə bizə baxın. Sadəcə sualım işləyirəm neysə. Radiusu indi 24-cü sual işləyirəm. Radiusu 3 metr olan çevrə üzrə bərabər şərtdə hərəkət edən cismin dövrətmə tezliyi 0,1 saniyə üstündə -1-dir. Dövrətmə tezliyi radiusun bu arada 3 verilir. Radius bərabərdir 3 metr. Tezlik m bərabərdir 0,1 saniyə üstündə -1 verilir. Onun 5 saniyə ərzindəki yer dəyişməsini hesablayın. Yəni əslində sadə sualdır, çox sadə sualdır. Radiusun üstü, tezliyin də bu qədərdir. Tezliyin qədərsə mən period lazımdır. Deyərsən niyə period? Deyirəm saçmır, axırında. Periodun nəyə bərabərdir? Sən deyirsən ki, 1 bölünsün elində tutur. Gəl bunu qoy yerinə. Deyirsən yaxşı, 1 bölünsün 0,1, hər tərəfə ona vuraram. Sadə bir hesab bərabərdir 10'a, 10 saniyə bərabərdir. Birinci mən bunu niyə soruşdum? Çünki burada sənə deyir ki, onun 5 saniyə ərzində. Yəni T bərabərdir 5 saniyə keçsin. Sən ümumi 10 saniyə gəlib elə buradan A nöqtəsini təzən gəlib A nöqtəsini satırsansa ki, periyodun mənası budur. Yəni 1,4-cün sərf olunan zamanı. 5 saniyədə aldı olarsan. 5-ci saniyədə gəlib aldı olarsan. Tam yarısında olarsan. Demək ki, sən nə eləmsən? Periyodun 2'də 1'indəsən. Həqiqətində 12'də 1'ə vuranda yəni 5 edir. Periyodun 2'də 1 zaman müddətindəsənsə, periyodun 2'də 1 zaman müddətindəsənsə dostum. Sən yer dəyişmə nə olur? Az əvvəldə dedim. Bura R-dirsə, bura R 2 R olmuş olur. Yer dəyişmə bərabərdir 2 R olmuş olur. R də veriblər o yerinə neçə edir? Eləyir 6. İndi zaman deyilmiş nə idi? O zaman haqqında danışırıq. Bildiyimiz saat var, yəni əqrəbli saatlar. O saatlarda bəzi belə xəstələr var. Əqrəbli saatlar məsələn, belə çəkim verərlər, göstərmək üçün. 12 olsun, bura 3 olsun, bura 6 olsun, bura 9 olsun. Burada nə var ki, var belədir ki, məsələn, sənə deyir ki, 30 saniyə keçdikdən sonra, yəni saniyə qrəb haqqında bir sual soruşur, saniyə qrəbin hərəkətindən danışılır. Burada 30 saniyə sonra deyilir. 30 saniyə sonra sən başa düşməlisən ki, yəni buradadırsa, məsələn, təzən gəlib buranı, gəlir bura. Gördüyün kimi, tam periyodu 60 saniyədə deyilmi? Yəni saniyə qrəbi. 60 saniyədə bir dənə periyod qurulur da, yəni bir tam dövr edir. 60 saniyə gedir, buradan gəlir bura. 30 saniyədə bunu yarısına qədər gedir.
Demək ki, sən burada başa düşməlisən ki, periodun yarısına bərabər olan müddətlədir və düsturana ona görə tətbiq eləməlisən. Eyni zamanda məsələn dəqiqə qrafi haqqında da danışanda dəqiqə qrafi bilir ki, 60 dəqiqə nədir? Bir tam dövrdür. Sən deyir ki, 15 dəqiqə və ya 45 dəqiqə. Sən burada başa düşməlisən ki, 15 dəqiqə deyirsə nədir? Periodun 4/1 olan zaman müddətidir. 45 dəqiqə deyirsə nədir? Periodun 4/3-nə bərabər olan zaman müddətini nəzərə almalısan. Və yaxud indi sadə qrafi haqqında da bu tip suallar gələ bilər. Yəni orada sırf məntiqi cəhətdən düşünməlisən ki, bir tam dövr nə qədər idi? Məsələn 60 saniyə. 45 nədir bu? 4/3-dür dostum. Beləsin, yəni bunlarla da sadəcə nəyə görə deyirəm? Bunlar da ki, məsələ tipləri. Məsələni verir, misalardakı nəzərə edin izahları. İndi o vaxtda bir dənə misala baxın. Deyir ki, 9 saat ərzində saat əqrəbinin uz nöqtəsinin getdiyi yol onun yer dəyişməsinin üçün daha böyükdür. Bax, saat əqrəbi bir tam dövrü bildiyimiz üçün bax burada 12 var. Gedir fırlana gəlir. Yəni T saat, yəni saat əqrəbinin dövr periodu 1 saat, 12 saat üzr istəyir. 12 saatda gördüyünüz kimi əqrəb, çıxıl əqrəb gedir fırlana gəlir təzən bura çatır. 12 saatda. İndi deyir ki 9 saat olsun. Yəni T saat bərabərdir 9 saat olsun. 12 saatda bir tam dövr eləmişsə 9 saatda da gördüyünüz kimi burada olaram və bunu 4/3 getmiş olaram. Yəni T bərabərdir 4/3 T olmuş olur. Az əvvəl indi baxdım, bilgim üstünə yazacağım yerinə bu sualı həll etməyə çalışacağım. Nə deyir bu saatda? 9 saat ərzində saat əqrəbinin uz nöqtəsinin getdiyi yol bizim 4/3 getdiyimiz yoldur. 4/3 nə qədər yol gedirik? Ümumi çevrədə mən 2 pi yol gedirəmsə, 4/3 nə qədər gedərəm? Bunu vuraram 3-ə, bölərəm 4-ə. Nə eləmiş olur? Az əvvəl bunu hesabladıq. 3/2 pi r qədər yol gedər. Yer dəyişmə nə qədər olar? Yer dəyişməni də az əvvəl hesabladıq buradan. Yer dəyişmə nə qədər olduğunu da s bərabərdir kök altında 2r qədər olmuş olur. Nəfər hesabladıq, biraz təkrar kimi olsun. Bura r-dir. Bura r-dir. Pythagor teoremindən bura nə olmuş oldu? Kök altında 2r olmuş oldu. İndi mən soruşum, neçə dəfə böyükdür? Neçə dəfə böyük olduğunu tapmaq üçün bunu bölərəm yana. P-ni 3 verib bu arada. Ona görə 3 vurulsun. 3 P-nin qiymətini yerinə yazdım. R-in qiymətini verməsə də olar. 2-yi verməyib deyəsən. Bölünsün 2. Bölünsün nə? Kök altında 2R. R-lər nə oldu? Bitmiş oldu. 3 vur 3. 9 bölünsün. Gəldi bura 2 kök 2. Belə bir şey var mı? 9 bölünsün kök 2 və daha variantı. Mövzuya məncə hakimsiniz. Əlavə sualınız varsa mövzu haqqında, ümumiyyətlə fizik haqqında sualınız varsa çalışacağım ki, yorumlara cavab verim. Təbii ki, yoruma yazsınız.